Hər çağınız uğurlu olsun. Qonaq otağı verilişini izləyirsiniz. Verilişimizin bugünkü qonağı televiziyaçı, dəyər yaradıcısı Eltən Törəçidir. Xoş gəlmisiniz, dəvətimizi qəbul elədiniz. Buna görə sizə ayrıca təşəkkür edirik və verilişimizdə sizi görmək bizi çox sevindirir. Var olun, sağ olun, xoşdur burada olmaq. Qafqaz TV-nin qonaq otağında çox dəyərli insanlar qonaq olub və onların arasında məni görmək istəyiz. Məni çox sevindirdi, var olasınız, xoş oldu. Eltən bəy, uzun illərdir ki, əslində televiziya sahəsində çalışırsınız. Sizi tanımayan insanlar yoxdur. Bundan əlavə də Çölçü Birliyinin qurucususunuz. Eyni zamanda sizi Çölçü kimi də tanıyırlar. Amma istərdim bir də izləyicilərimizə özünüzü tanıdasınız. Kimdir axı Eltən Törəçi? Eltən Törəçi, ümumiyyətlə hər birimizin insan olaraq müxtəlif yönləri var. Mənə görə Eltən Törəçi kimdir? Öyrənmək istəyən adamdır, arayışda olan adamdır, axtarışda olan adamdır. Özünü gəlişdirməkdən, özünü irəliləməkdən, özünü həmişə özünə qarşı çox acımasız olan adamdır ki, mən həmişə düşünmüşəm ki, Azərbaycan dövləti mənə 11 il pulsuz təhsil verib, 4 il pulsuz təhsil verib və mənim dövlətimə borcum var. Və bu dövlətin güclənməsi üçün, bu Azərbaycanlıların gələcəkdə daha gözəl yaşaması üçün mən əlimdən gələni eləməliyəm və mənə dövlətimin, xalqımın elədiyi yatırımı qarşılığını verməliyəm. Mən Azərbaycan vətəndaşıyam, bundan qürur duyuram və bu elə, bu yurda gərəkli olmaq üçün çalışan bir insanım. Necə bir ocaqda dünyaya göz açmısınız və göz açdığınız ocağın, böyüdüyünüz ailənin sizin sonraki yaşamınızda nə kimi rol olub? Yəni, bugün siz eləyən hansı meyarlar, dəyərlər olub? Türklərin ailə düzənləri, yəni bizim törəmizdə biz ailə dediyimiz qavramın əslində qarşılığı ağuşdur. Oğuş da deyə bilirik, ocaq da deyə bilirik. Ocaqdan sonra uruq gəlir, uruqdan sonra deyək ki, tirə gəlir və belə tayfa, boy, soy, belə arta gedir. Mən iki öyrətmənin, iki müəllimin qurduğu bir ocaqda dünyaya gəlmişəm. Sədərək rayonunda, Sədərək kəndində. Mən üç dövlətin kəsişməsi bir yerində qardaş Türkiyə ilə yeganə torpaq sərhəddə olan bir kənddə dünyaya gəlmişəm. Bizim kəndimiz həm Ermənistanla, indiki Ermənistanla, həm Türkiyə ilə, həm də İranla sərhəddə yerləşir. Çox müxtəlif düşüncələrin, müxtəlif fikirlərin birləşdiyi bir yerdən dünyaya gəlmişəm və uşaqlıqdan televiziya izləməyi çox sevmişəm, film izləməyi çox sevmişəm. Çox qəribə burası idi ki, bizim kənddə həm Türkiyənin yayımlarını izləyə bilirdik, həm İran televiziyasının, həm də əlbəttə ki, Naxçıvanın və bu tərəfin yayımlarını izləyə bilirdik. Düşün, Türkiyə televiziyasının yayımladığı proqramlar başqa, Rusiya televiziyasının ya da o vaxt Azərbaycan SSR-in yayımladığı Sovet ideologiyasının yayımları başqa, bir də İran televiziyasının yayımları. Bu üç yayımların kəsişdiyi nöqtədə böyüyüb, həm onu görmək, həm onu görmək, həm onu görmək, üç fərqli dünyaya baxışı görmək, üç fərqli təbliğata məruz qalmaq, üç fərqli düşüncə axınlarının kəsişdiyi nöqtədə böyümək mənə dünyaya fərqli yönlərdən baxa bilmə bacarığını elə bir ki, öyrətdi. Ailəmin də burada çox ciddi bir dəstəyi oldu. Çünki mənim ailəm mənim bütün atılımlarımı və fikirlərimi, düşüncələrimi dəstəkləyiblər. Uşaq vaxtı mən çox kitab oxuyurdum və çox xəyallar qururdum. Da deyəlim ki, məsələn, başsız atlını oxuyub, deyək ki, Mustanger olmaq istəyirdim. O vaxt at əhəlləşdiricisi var da və şlyapa axtarıb. Atam məsələn, mənə tapança alırdı, kovboy tapançası, nə bilim, papağı, nə bilim, Sakuranı oxuyub, budağını oxuyub, mən samuray olmaq istəyirdim ya da izləyib filmini. Onlar samuray paltarı mənə
tikirdilər. Nə bilim, belə də yəni izlədiyim qəhrəmanları canlandırma və onlara bənzəmə istəyi hər bir uşaq kimi məndə də olurdu və onlar da bu fikri çox açıq idilər və əslində bəlkə də rejissor olmağımı, o oyunları qurmaq, o obrazları yaratmaq fikri və televiziya meylim bəlkə də atam-anamın sayəsində. Mənim nənəm, babam da ikisi də çox maraqlı və dolu insanlardı. Bizim evdə həmişə kitab var idi. O kitabların içində mən böyümüşəm və bizim evdə nədənsə danışmaq üçün sən hökmən bəlli bir kitab oxumalıydın ki, yəni səni də dinləsinlər. Bütün bunların hamısını toplayanda çox ciddi bir öhdəliklər yüklüyür. Özdə ailənin birinci uşaqları, özəlliklə mən birinci oğlan nəvəsi idim və mənim üstümə çox yükləmə olurdu və gözləntilər də çox idi və dolayısıyla sən də bu gözləntilərə layiq olmaq üçün çox çalışman lazım idi. Belə, yəni əlbəttə ki, doğulduğum ocağım mənim yetişməmə bugün dünyanın qavrayışıma, anlayışıma, düşüncələrimin düzülüşünə çox önəm qatıb, çox böyük dəyər qatıb. Onlarsız mən, indi olduğum mən olmazdım bir məna. Bugün sözün həqiqi mənasında Azərbaycanda çox ilklərə imza atan birisiz. Baxın, vurğuladınız ki, kitab oxumusunuz, daim müxtəlif oyunlar oynamısınız və o oyunun qəhrəmanları rolunda özünüzü görmüsünüz. Özünüzü nə vaxt tapdınız? Hiss elədiniz ki, yəni bu artıq sizsiniz, bunu eləməlisiniz. Valla, deyib ki, özümü tam tapmışam, bu biraz çox iddialı, çox belə özümdən razılıq olar. Niyə? Çünki mən sözümün əvvəlində dedim ki, arayışda olan adamım. Mən özümü axtarıram, arayışdayam. Həm bu dünyaya niyə gəldiyimizi. Mənə görə dünyada iki cür insan var. Biri niyə yaşadığını bilənlər, bir də bilməyənlər. Mən o bilənlərdən olmağa çalışıram və əlbəttə ki, bunu nə vaxt anladım? Hər bir insanın yaşamında bir neçə qırılma nöqtələri var. O qırılma nöqtələri səni özünlə üz-üzə qoyur və sən artıq özünlə danışırsan və izah edirsən ki, bundan sonra nə baş verəcək. Mənim üçün ilk qırılma nöqtəsi orta məktəbdə 8-ci sinifdə, yanlış xatırlamıramsa, ədəbiyyat dərsimdə bir müəllimimiz vardı, İsmail müəllim. Onun bizə Cəfər Cabbarlının Papaq hekayəsini oxumağı oldu. O hekayə Firuzə əsərindən öncə yazılmış bir hekayədir. O da bildiyim qədərlə heç şeydə yoxdur. Bəlkə də var, haradasa çap oldu, bəlkə də indi çap olunub. Bilirəm ki, onu əl yazma şəklində gətirmişdi. Və bizə izah elədi ki, Sovet rejimi bizim oxuduğumuz kitabların hamısı əslində boş bir cəfəngiyatdan başqa bir şey deyil. Əslində olan budur. O Papaq hekayəsində Çəmbərəkəntin yenə necə əyri-üyrü olduğu, necə Sovet dağılsa da heç nəyin dəyişmədiyini əslində, yolun kənar qaranlıq olduğunu falan anlatır qəhrəman. Sonra bunu çağırırlar, çox ciddi, hətta qorxu gəlirlər, böyük ehtimal. Ondan sonra Firuzə əsərini yazır. Və bizim ədəbiyyat müəllimimiz bizi izah edir ki, bu Sovet ideologiyası boş şeydir. Bunda hələ Sovet dağılmamışdı. Mənim dünyam yıxılmışdı. Yəni, mən Timur və onun komandası, nə bilim, belə o vaxtı bizə verilən o Sovet uşağı, Sovet gənci düşüncəsilə böyüyən bir uşaq, o hekayə mənim bütün dünyamı yıxdı da, yəni mən belə şok içindəyim ki, bizə yalan danışırlar. Onda mənim gözüm açıldı. Mənim üçün ikinci qırılma nöqtəsi oldu. Ondan sonra çox şey, mən başa düşdüm ki, bu dünyada iki qrup adam var. Biri adi informasiya ilə bəslənənlər, bir də ali informasiya ilə bəslənənlər. Və mən ondan sonra çalışdım ki, o qaragürhün içindən qaçım. Və başladım daha çox araşdırmağa, oxumağa və. Deyək ki, məsələn, Türkiyə ilə yol açılanda belə, məsələn, oradan mən çalışırdım, kitab cəmaat deyək ki, pal-paltar almağa, məsələn, oradan başqa kitablar tapmaq və fərqli müəlliflər. Çünki başa düşdüm ki, Sovet ərazisində çap olunan kitablar hamısı hansısa filtrdən, ələkdən keçir və bu Sovet ələkdir və bu ələkdən keçənlər heç də doğru deyil. Bunu anlamışdım. Ona görə sərhədlər açılır, açılmaz mən yurtdaşlarından, yəni Türkiyədən daha çox kitab gətirməyə çalışırdım ki, məsəl üçün, gedən olanda xahiş edeyim ki, nəsə mənə alsın.
İkinci qırılma nöqtəsi əlbəttə ki, bilirsiniz, 90'larda artıq mən sərhəd bölgəsində yaşayıram və Sədrəkdəki bombalama və Sədrəyə top atdılar, ateşinə tutdular. 19'undan ilk dəfə yadımdadır ki, 20 yanvar şəhidləri olduğu Bakıda bilindi. Həmin günü bizim kəndi bombaladılar. Yəni Bakıda qətliam olan günü, gecəsi bizim kəndi də bombaladılar. O savaşı gördüm. Bizzət onda uşaq idim, 8-ci sinifdə oxuyurdum. O mənim məsəl üçün çox pismə gəlmişdi ki, yəni biz bunların gözünü niyə bu qədər gücsüzük ki, bunlar qorxmadan bizim evi bombalaya bilirlər, bizim kəndi bombalaya bilirlər, mənim doğma müəllimlərimin evi bombalandı. O çox bir pis, o yaşda çox bir travmatik bir olay idi və mən onu heç çox unutmayacağım da. O vaxt yadımdadır ki, Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev, o vaxt o milli liderimiz olanda bizim kəndə gəldi. Əlbəttə ki, orada bir çox məsələləri həll elədi, yavaş-yavaş vəziyyət, situasiya kontrol altına alınırdı. Onda belə bir sorğu elədi ki, bu kənddə əlaçı neçə dənə uşaq var. O kənddəki əlaçı uşaqların siyahısı toplandı. 5 ilə 4 ilə oxuyan uşaqların siyahısı toplandı. Mən %100 əlaçı deyildim, 4'lərim də var idi, amma 5'im də çox idi. Və bu uşaqlar dedi, itməsinlər, çünki bunlar bizim ən dəyərli kapitalımızdır. Bunu Bakıdakı internat tipli məktəblərə göndərək. Və o vaxtı məni də kimya biologiya təmayülünü Bakıya göndərdilər. Onda mən getmək istəmədiyimi atama bildirdim. Atam dedi ki, mənim ikimizin də yerinə savaşacaq gücüm var. Sən get və biz, sən əgər getməsən, biz bu beyin savaşıdır, bu düşüncə savaşıdır, bu bilik savaşıdır. Biz sabah bu savaşı itirəcəyik. O söz mənə çox belə tutdu və mən dedim ki, tamam. Və mən gəldim, başladım oxumağa, öz yolumu axtarmağa, necə öz elimə, dövlətimə faydalı ola bilərəm və rejissor olmağa qərar aldı. Və ondan sonra düzdür, kimya biologiyada bütün hamı istəyirdi həkim olun və bugün də sinif yoldaşlarım çox həkimdir, amma mən həkimlikdə özümü görmədim. Mən düşündüm ki, mən rejissor olaraq daha çox yarar verə bilərəm. Sonra İncəsənət Universitetinə qəbul oldum rejissorluğa və oradan davam elədim. Yəni, qırılma nöqtələrimi anlatmağa çalışıram ki, o özünü tapmaq. Mən hələ özümü tapmamışam. Mən özümün arayışındayam. Elədiyim bütün işlərin hamısının bir dənə kökündə bir şey durur ki, Azərbaycan güclü bir dövlət olsun və heç kim ora nəinki bomba, heç çöp atmağa belə çəkinsin. O arayış davam edəcəkdir, illər keçəcəkdir. Bəlkə də elə həmin andan başlamışdınız. Yəni, çünki bu sonradan baş verə bilməzdi düşünürəm. Dilin qorunması, duruluğu uğrunda çalışmağa başladınız. Dilin duruluğu uğrunda çalışmaq həm də onunla nəticələndi ki, ilk dəfə çölçü alt kültürünü yaratdınız. İstərdim bu barədə də fikrinizi alaq. Bilirsiniz, əslində bu bir arayışdır. Sən bir yol keçirsən, biz bir şey anlamalıyıq ki, toplumdakı neysə oxumuş, çizmiş, araşdırmış adamlar, aydınlar, yəni işıq daşıyıcıları, bunlar özlərində bir dəyər yaradıcılardır. Bizim deməli, toplum idarə etməsində Qərbin çox qəşəng belə bir qurğusu var. İnsan duyğularını, düşüncələrini yönləndirmək üçün, özəlliklə o insanlar ki, onlar çox dinə meyilli deyirlər və siyasətə çox meyilli deyirlər, daha çox elmə, incəsənətə və biznesə meyillidirlər. Bu qrup insanları yönləndirmək üçün Qərb subkulturalar düşündü. Yəni, hamı kimi deyirlər, amma bunlar da yetəri bir gücdür. Üzülərək bildirim ki, Türk dünyasında subkulturaya heç bir Türk törəsi ilə, Türk gələnəkləri ilə, Türk yaşam biçimi ilə, arayışı ilə, fəlsəfəsi ilə yaradılan heç bir subkultura yoxdur. Biz bütün Türk dövlətlərini mən araşdırmışam. Bunların hamısı Qərbdən gələn subkulturaların daşıyıcıları, yəni dəyərlərin daşıyıcılarına çevrilmişdir. Yəni Qərb dəyəri yaradır. Yəni dünyada çoxlu subkulturalar var.
Musiqi subkulturaları var. Rockerlik, nə bilim, rap subkulturası var, reggae subkulturası var. Saymaqla qurtarmaz. Dünyada idman subkulturası var. Məsələn, futbol azarkeşliyi, basketbol və digər idman növlərinin azarkeş qrupları. Onlar da subkulturadır. Ondan sonra deyək ki, var dünyada eyni zamanda məsəl üçün dini subkulturalar. Biz indi təriqətlər kimi tanıyırıq onları. Və dizayn subkulturaları, dəb subkulturaları. Yəni subkulturalar özləri içlərinə bölünür və bütün bunların içində heç bir deyək ki, bizim yaratdığımız indiyə qədər subkultura yox idi. Mən də gənclikdən həmişə bir arayışda olan adam kimi, əlbəttə ki, mən də rap musiqisi sevmişəm və rapçilər kimi geyinmişəm, elə bir saç düzümü saxlamağa çalışmışam. Bir ara roka həvəs sarmışam, bir ara yəni reggae sevmişəm, bir ara belə də müxtəlif özümün arayışında ola-ola bu subkulturaları yəni yaşamışam, mənimsəmişəm, onların daşıyıcısı olmuşam. Sonra bir gün oturub fikirləşmişəm ki, qardaş, biz niyə hər şeyi kənardan alırıq və bizim özümüzün nə vaxt bir yaşam biçimimiz olacaq? Və mən uşaqlıqdan Azərbaycan folklor etnoqrafiyasına və milli kimliyi ilə bağlı çox böyük həvəsim var idi. Çox oxuyurdum. Yəni, o vaxt deyək ki, çoxlu belə həvəsində idim ki, yəni baxaq görə özümüzün nəyi var. Və mən o arayışları araya maraqlı insanlarla tanış ola-ola belə bir subkultura yaratmağa qərar verdik o vaxtı bir qrupla və o vaxtı biz 2015-də Çölçü klubu adında Çölçü Birliyini ilk təməlini atanda mən başa düşürdüm ki, televiziyaçı bilirsiniz, çox insanla ünsiyyətdə olur və məndə bir tükənmişlik duyğusu yaranmağa başlamışdı. Mən bu işıqlar, qlamur yaşam biçimləri, modern həyatlar, çox modern musiqiçilər, nə bilim, belə də pafoslu insanlar, bunlar məni çox ruhumu çox sıxmışdı və mən bir qurtuluş axtarırdım, bir özümə gəlmək üçün bir yer axtarırdım ki, qaçım, bir sığınacaq axtarırdım və bunu mən təbiətdə tapdım, doğada tapdım. Və doğaya getdiyimdə gördüm artıq bu məni duyğusal olaraq çox bəsləməyə başladı və fikirlərimi çox qəşəng durultmağa başladı, düşüncələrimi durultmağa başladı. İlk dəfə öz dilində düşünməyin nə qədər önəmli bir bacarıq olduğunu qavramağa başladı. Yəni, düşünmək çox ciddi bir işdir. Elə düşün deməklə deyil. Bu, siz rusca düşünə bilərsiniz, siz Azərbaycanca düşünə bilərsiniz, yəni qarışıq Azərbaycanca düşünə bilərsiniz, siz türkcə düşünə bilərsiniz, siz, nə bilim, müxtəlif dillərdə düşünə bilərsiniz, ingiliscə düşünə bilərsiniz. Hansı dildə düşünürsünüzsə düşünün, o dildə yaratmağa başlayırsınız. Dəyəri o dildə yaratmağa başlayırsınız və qavramları və nəsnələri, yaşamımızda olan olayları elə qavramağa başlayırsınız. Yəni siz, məsəl üçün, ailə deyəndə o elə bil çox sizə yapışmalıdır, ocaq deyəndə o sizə daha isti gəlir, ağuş deyəndə, oğuş deyəndə o sizə daha isti gəlir. Siz o ananın ağuşunun, qucağının nə qədər isti olduğunu bilirsiniz. Siz ocağın nə qədər isti olduğunu, gözəl olduğunu, güvənli olduğunu bilirsiniz. Ailə elə bir ki, onu tam qarşılamır. Millət. Millət sözü bizim üçün alınma bir sözdür və qarşılığı bizdə o duyğunu yaratmır. Bizim sözümüz nədir? Bütün. Deyək, bütünlüklə filan şeyə qərar verdik. Millət nədir? Bir bütündür. Bəzi, məsələn, öz türkçədə budundur. Bəzi yerdə ulusdur. Bəzi yerdə eldir. Yəni, bütün bunun hamısı, açıqlaması var da, yəni, belə danışmaq deyil. Və siz alınma sözlərdən qurtulub öz dilinizdə düşünməyə başlayanda yaşamınızda olan dəyərləri, qavramları, duyğuları, duyumları daha yaxşı mənimsəyirsiniz. Daha yaxşı duyursunuz, daha yaxşı qavrayırsınız və anlayırsınız və dəyərləndirirsiniz. Bu çox önəmli bir məsələdir. Bilirsiniz, bir cihaz düzəldirsiniz, düşünün. Bütün cihaz dəmirdəndir, onun bir tərəfində çox önəmli bir yeri də plasmasdandır. O orada dayanmayacaq da, plastikdəndir, qırılacaq, doğru mu? Siz türk dili kimi çox dərin,
qədim, bilgə bir dilin içərisinə gedib belə bizdən daha dayaz, daha az keçmiş olan sözlərdən gətirib söz alıb buranı zənginləşdiririk deyəndə bu siz dili məhv eləməyə başlayırsınız. Yapısını pozmağa başlayırsınız. Çünki hər dilin öz melodiyası var. Öz bəlli bir səslənmə ahəngi var, səslənmə düzəni var. Yaxşımı? Siz başqa bir dildən söz alanda bu düzən pozulur. Elə bil ki, məsələn, hər şey burada bəlli bir not üzərinə gedir. Sonra siz oradan başqa bir səs gətirirsiniz. Hamı səsi eynidir, başqa bir səs gətirəndə bu səsin bütünlüyünü pozur, dilin bütünlüyünü pozur və yapısını get-gedə dağıdır. Və bu həm də nə edir? Çox ciddi separatçılıq, bölücülük yaradır. Nədə? Türk dünyasında. Baxın, Türk dünyasında biz bu gün bir-birimizlə anlaşa bilmirik. Ən önəmli buradakı düyünlərdən, ən önəmli əngəllərdən biri də Qazax dilindəki, Qırğız dilindəki, Azərbaycan dilindəki, Anadolu türkçəsindəki, Uyğur türkçəsindəki, Tatar türkçəsindəki və bütün türkçələrdəki alınma sözlərdir. O türkçələrdə olan alınma sözlərin sayı məsələn 1000-2000 sözə o qədər deyil yəni. O sözləri çıxartsaq biz öz dilimizdən və o sözün qarşılığını deyək ki, məsələn, çox qəşəng hiylə eləyiblər bizim dilimizə. Yay, kaman. Güya eyni sözdür, amma deyil. Yay bizim sözdür, kaman farscadır. Bax, belə bizdə məsəl üçün həşir, nəşir, kağız, koğuz, gətir, götür kimi belə biz sözləri oynatmağı xoşlayırıq. Bunlar da bunu tapıblar və oradan bizim dilimizə çoxlu belə, necə deyirlər, virus yoluxdurublar. Rəhmətlik dünyasını dəyişmiş dəyər yaradıcılarımızdan biri olan Ramiz Əskərlə çöldə yaşam öğütlərinin verilişlərinin birində məsəl üçün bu mövzuya toxunmuşduq. Orada məsəl üçün Ramiz bəy çox Tanrım yerini işıqlı eləsin, çox gözəl bir dəyərli insan idi. Çox üzülürəm onu itirdiyimizə, Allah rəhmət eləsin. Onun orada mənə məsəl üçün belə bir örnək vermişdi. Dedi ki, məsəl üçün biz təhqiqat, tədqiqat, təşviqat kimi sözlər işlədirik. Təhqiqat nədir? Araşdırma. Tədqiqat nədir? İncələmə. Təşviqat nədir? Tanıtım. Öz sözün varkən sən, yəni söz olmasa düzəlt. Məsələn, biz almışıq kompüter işlədirik. Türkiyəli qardaşlarımız deyirlər ki, bilgi sayar. Niyə işlətmirik biz bu sözü? Demək ki, bu ola bilər də ki, belə bir şey, sən ona uyğun və bunu bir dənə biz eləmirik. Alman dilində, məsələn, Alman dilində televizor demirlər. Bütün dünya televizor deyir, Almanlar uzağı göstərən deyir. Amma Almancada onun qarşılığını bilmirəm. Yəni, Alman dilini bilənlər yaza bilərlər ki, hə, yox, düz deyir, səhv deyir. Finlandiya bir çox sözləri öz dillərinə çevrilir. Gələn yeniliklər var, texnologiyalarına gələn hamısını öz dillərinə çevirirlər. Bunu Fransada eləyir. Siz gedin görün, axı, gedin Fransaya, düşün, İngiliscə danışın, baxın görün, necə Fransa sizə cavab verəcək. Deyir, Fransaya gəlmişsən, Fransada niyə bilmirsən? Bunlar bunu eləyir, Avropalılar, liberaldılar, ay nə bilim, dünyaları falan. Bunlar öz dilini qoruyur, biz öz dilimizi niyə sahib çıxmırıq? Biz öz dilimizi niyə deyələmirik? Özəlliklə də biz bunu anlamalıyıq. Məsəl üçün, bizim dəqiq elmlərdə, uşaqlarımız, məsəl üçün, dəqiq elmlərdə çox geriyə qalır. Səbəbi nədir? Terminlər. Bizim ədəbiyyat dərsliyi, ümumiyyətlə dərsliklərimizdə olan riyaziyyat, fizika, məsələn, fizika sözü, kimya, nə bilim, coğrafiya, həndəsə, cəbir, bir çox sözlərin heç biri bizim sözümüzdə deyil. Məsəl üçün, həndəsənin bizim dilimizdəki qarşılığı biçimbildir. Bizdə elə kitab da çap olunub. Maraqlananlar internetdə biçimbil yazıb, axtarıb tapa bilərlər. Bu var da, niyə bunu işlətmirik? Mən düşünürəm ki, Azərbaycanda biz ayrıca bir təlim hazırlamalıyıq, bir eğitim hazırlamalıyıq. Öz dilində düşünməyin üstünlükləri, öz dilində düşünməyin
mənfiləri. Baxaq görək hansıyla daha çoxdur. Yəni dünyanın bütün ağıllı ulusları elmi öz dillərinə çeviriblər. Azərbaycandakı terminologiyalar, elmi terminologiyalar niyə çevrilməməlidir öz dilimizə? Bu çox dəyərlidir. Əgər biz insan qaynaqlarımızın, Azərbaycandakı balalarımızın gələcəyini düşünürüksə və bizdə elmin, nə bilim, bütün yaradıcılığın və biznesin gəlişməsini istəyiriksə, biz hökmən öz dilimizdə danışmağı öyrənməliyik, öz dilimizdə düşünməyi öyrənməliyik. Hətta öz dilində düşün, hansı dildə danışırsan danış. Önəmli o deyil. Danışmağın önəmli deyil, düşünməyin daha önəmlidir. Uşaq, deyək ki, mən əminəm ki, cəbir yox, saymaq biliyi deyəndə daha tez qavrayır. Nəinki cəbir deyəndə. Biçimbil deyəndə, yəni biçməyi bil deyəndə daha olda bilir ki, hamısı ölçüləri sənə öyrədən, ölçməyi, biçməyi öyrədən bir elmdən danışırıq da, bir bilikdən danışırıq. Doğru mu? Biçimbili deyəndə, yəni biçməyi bil, biçmək üçün ölçmək lazımdır. Orada da həndəsi də nədir? Ölçü biçidir da, düzdürmü? Başqa nə var ki orada? Sən bunu niyə belə qəlizləşdirib, çətinləşdirib? Uşaq bilmir o olayın özünü başa düşsün, yoxsa onun hansı nə deyildiyini başa düşsün. Baxın, fizika nədir? Doğa biliyidir. Doğadakı hadisələrin, olayların, külək, nə bilim, işıq, nə bilim, isti, soyuq, temperatur, nəsnələr, maddələr, bunların dəyişkənlikləri, bunu öyrədən bilikdir da. Bunu niyə biz belə daha sadə, daha əyləncəli, daha öz dilimizdə öyrədə bilmirik ki? Beləcənə çoxlu mövzular var, yəni danışdıqca bitməz. Ana dilində düşünməyin, doğma dildə düşünməyin, öz türkcə düşünməyin önəmi mənim üçün bu qədər önəmlidir və bu yoldan çölçü olaraq biz bu şeyləri ona görə çox danışırıq bundan bağlı. Baxın, çölçü olaraq əvvəl vurğuladınız ki, yurdunu gəzə-gəzə tanı. Yəni yurdunu gəzməsən tanıya bilməzsən. Doğru. Sonra bir də öz dilində danış. Yəni sən bu yurdun, bu ulusun övladısansa, sən öz dilində danışmağı öyrədərsən. Çölçü sonra nə dedi? Baxın, çölçülərin belə bir işarəsi var. Mən bu işarənin anlamını demək istəyirəm. Elin, yurdun, törən üçün yaşa. Bunun üçün, yəni bunu yaşayarkən nə et? Yaradıcılıqla məşğul ol, biliyi öyrən və iş qur. İş quruculuq elə. Yəni, alınma sözlərlə deyim də, sənətlə məşğul ol, elmlə məşğul ol və bizneslə məşğul ol. Bu üçün üstündə bizim çox anlamlarımız var, qat-qat, amma mən başlıqları deyirəm. Çölçü ən önəmli bir məsələ insanları doğaya biz səsləməyə başladı. Doğa bizim güc qaynağımızdır. Bu beton cəngəlliklərin içində biz özümüzü itirə gedirik. İnsanı özündən çıxartan, bizdə belə bir söz var, özüvə gəl, özünə gəl, özünə dön, özündə ol, özündən çıxma. Nə deməkdir bu öz? İki hərfdən ibarət çox böyük bir anlayış içində saxlayan bir dənə balaca söz, öz. Özün nədir? Biraz düşünək bunu, biraz dərin düşünək, öz. Çölçü nədir? Məsələn, doğa bizim özümüzdür. Bir dəfə oğlumla danışanda çöldə belə bir gözəl bir söz danışırdıq. Uşaq bəzən öyle gözəl insana bir beyin açan sözlər deyə bilir ki. Bölgeden soruştum ki sen niye yere zibil atanları biz qınamalıyıq və s. O dedi ki, axı biz indiki evlərimizdən qabaq bizim evimiz doğaydı. Biz axı mağarada yaşayırdıq, biz daha çöldə yaşayırdıq. Zibilləmirdik ki. İndi niyə başlamışıq köhnə evimizdə zibil atmağa? Biz evimizin içine zibil atarıq, suyu içib, piknikə gedib suyu içib, butulkasını yerə atarıq. Yox. Özümüzdən sonra qalan zibili çölə atarıq. Yox. Bura bir də bu evimiz yansa gene gələcək bura. Ya da dağılsa gene gələcək bura. Yəni biz bax, o qopuqluq bizi özümüzdən çıxartdı. Bugün biz bir evlər inşa eləmişik özümüzə görə, evlər tasarlamışıq və elə düşünürük ki, bitdi. Xeyr. Biz nə qədər çalışsaq da doğadan gözəl bizim evimiz yoxdur. Biz nə olursa olur, nə qədər hündür mərtəbəli binalar
tiksək də, nə qədər beton cəngəlliklər, yapay hər şeyi yapayını eləsək də, bir gün yenə doğaya qayıdacaq. Doğasız bizim yaşamımız yoxdur. Çünki bizim özümüz, insanlığımız, insancıllığımız doğadan mayalanır. Oradan güc alır, oradan qüvvət alır. Bunu itirdik. Bu bağ ki qırıldı, bitdik. Yəni doğa ilə olan bağımızı yenidən qurmalıyıq, gücləndirməliyik. Doğa ilə iç-içə yaşanmağı yenidən qayıtmalıyıq. Çünki biz başa düşdük ki, bu asfaltların üstündə biz xəstələnəcəyik. Yəni doğanın çox bizi sağaldıcı etkiləri var. Bunlar artıq elmi isbatlanır. Məsələn, Yaponların çox məşhur meşə vannası dedikləri qavram var. Adamlar nə deyir? Çıx meşədə gəz. Və yoxlayırlar, stres səviyyəsi düşür. Bütün xəstəliklər stressdən yaranır. Bugün çağdaş xəstəliklərin çox. Stresin bir nömrəli dərmanı doğada gəzməkdir. Neuroscience, nöyrobilik uzmanları araşdırıblar. Dünyada insanın duyğusal olaraq, məsələn, belə bir şeylər uydurmuşlar ki, nə bilim, filan bəstəkarın filan əsəri, filan şeydə insan beyninə bu qədər yararlı. Araşdırdılar, boş şeydir. İnsanın nə qədər üstün bəstəkar olur olsun, yaratdığı hər hansı bir nota səsi onun beyninə yararlı ola bilməz. Yeganə insan üçün yararlı, yəni bu dediyim açıq qaynaqlarda olan biliklərdir. Bunu çox rahat indi hamımızın yapay zəkası var. Vurub araşdırıb tapa bilərlər. Ən yararlı səs doğanın səsidir. Doğanın səsindən başqa insan duyğularına, düşüncəsinə, onu sakitləşdirən, onu huzura bağlayan, onun stresini azaldan, gərginliyin azaldan heç bir səs yoxdur. İşte bunu biz bağıra-bağıra deyirik ki, doğaya gəlin, doğa ilə iç-iç. Doğaya gəlmək, kebab yeməyə gəlməkdən danışmır. Gəldik, doğa kebab pişirdik, yedik, çıxdıq, getdik. Bu doğaya gəlmək deyil. Doğaya evdən bir dənə çörək arası bir dürmə edirsən, gəlirsən, doğayı yeyib içməyə gəlmirsən, doğanı görməyə gəlirsən. Adam gəlir, 2 şəkil çəkdirir, çıxır, gelir, təbiətə getdik. Deyil, təbiətə getmək nədir? Uşağın əlindən tutub gəl, bu ağacdır. Tapanmadın, zəng eləməkdir. Orada bu ağacın nə olduğunu öyrənməkdir. O ağacın özəlliklərini öyrənməkdir. Balanla bir yerdə o meşəni kəşf etməkdir. Gedib orada kebab yemək, doğaya getmək deyil. Gedib orada samavar qoyub, çay içib, paxlava ilə, nə bilim, nə ilə, şirniyyatla çay içib geri dönmək, bu doğaya getmək deyil. Biz qarışdırırıq. Doğaya getmək, gedib oradan itburnu yığmaqdır meşədən. Bir yerdə göbələk yığmaqdır. Əgər bilirsinizsə, çünki o zəhərli ola bilər. Hansısa deyək ki, oraya nəsə bir qışda məsələn gedib meşədəki quşlara yem qoymaqdır. Doğaya getmək, balalarla bir yerdə. Ora sevməkdir. Yəni sevib orada hansısa bir ağacı qırmaq deyil. Ora ağac əkməyə getməkdir, bəlkə də. Gedib oradakı tullantıları təmizləməkdir, bəlkə də. Budur doğaya getmək. Çölçü başqa nə deyir? Çölçü qəliblərə sığmamağı deyir. Çölçü yaşama həm mikroskopik, həm teleskopik baxmağın gərəkliliyini deyir. Özü başqasının yerinə qoymaq bacarığını gəlişdirməyin önəmini deyir. Yəni, hər şeyi içdən və çöldən baxmaq gərəkdiyini deyir. Çölçü deyəndə biz belə elə meşədə, dağda, dərədə yaşayan bir adam kimi düşünür. Xeyr, yox. Necə ki, Sovet ideologiyası bizi qapalı bir düşüncənin içinə, bir kültür hegemoniyasının içinə qatmışdısa, biz bir Sovet ideologiyasının içində, qərb də eyni şeyi. İstər sosial şəbəkələrdə, istər bizim bugünkü paylaşımlarda öz geyim düzənlərini bizə sırayır, qəliblərini. Biz də onu qəbul edirik, ondan yaşayırıq. Öz musiqi zövqlərini bizə sırayır, biz qəbul edirik. Öz düşüncələrini bizə sırayır, qəbul edirik. Və biz deyirik ki, bu mənim zövqümdür. Xeyr, bizim heç birimizin zövqü yoxdur. İnsanın beyni bir hovuz kimi düşünək. Doğuldu, nə baş verir? Birinci, ananın ninnisi qoyulur altı. Laylay. Anazın laylayı qoyuldu. Laylayın üstünə nənəzin, babazın, nə bilim, belə nağılları düzülənir. Bu sizin ilk beyninizə qoyulan biliklərdir. Daha sonra kitab oxuyursunuz, qonşular nə deyir, ətrafınızdakılar nə deyir, belə bu bilik qatlana sizin zövqünüzü, düşüncənizi,
bütün fikirlərinizi forma. Sonra televiziyalar, sonra filmlər, sonra musiqilər, belə sizin o düşüncə beyniniz başa düşür. Sizə elə gəlir ki, o sizin fikrinizdir. Bizim hamımızın, bizim fikrimiz dediyimiz şeylərin içində əslində başqalarının fikri var. Bizdə formalaşdırılan fikirlər var. Qərb insan mühəndisliyini çox gözəl eləyir. Və tək bizim yox, onların kültür hegemoniyasının, mədəniyyət imperiyasının altında, işğal altında olan, biz indi məsələn Qərbin kültürünün işğal altındayıq. Hollywood filmlərinin, Avropa filmlərinin və bugün də son vaxtlar Koreya filmləri. Zamanında Hind filmlərinin, yadınızdadırsa. Bunlar bizim düşüncələrimizi şəkilləndirirdi. Biz axı anlamalıyıq. Çölçü yaşam biçimində, çölçü törəsində belə bir söz var. Çölçü çox kitab oxuyan deyil, oxuduğu kitabların niyə yazıldığını anlayandır. İzlədiyi filmlərin niyə çəkildiyini anlayandır. Dinlədiyi mahnıların niyə yazıldığını anlayandır. Niyə sözü, niyə sualı dilindən düşməyədir. Biz məsəl üçün çölçü olaraq həmişə deyirik ki, neyinirsiniz eləyin, balalarınıza sual vermək öyrədin. Bugün uşaqlarımız məktəbdən gəlir, soruşur, neçə aldın? Neçə aldın demək lazım deyil. Müəllimə nə sual verdi? Uşaq sual vermə bacarığını dolayısıyla öyrənməyi öyrənəndən sonra onun qarşısında heç nə dura bilməyəcək. Biz öyrənməyi öyrətməliyik uşaqlarımıza və bunu örnək olaraq öyrətməliyik. Bəzi insanlar var, gəlirlər bəlli bir yaşa, bizdən keçdi, bizdən daha filan şey çıxar, filan, bizim həyatımız söndü, bizim həyatımız bitdi. Xeyr. Baxın, bizim işıqlı gələcəyə inanmamıza ehtiyacımız var. Bizim çox gözəl bir dövlətimiz var. Bizim çox gözəl bir ulusumuz var. Bizim çox gözəl bir yurdumuz var. Bizim çox gözəl dövlət başçımız var. Bizim çox gözəl aydınlarımız var. Bizim çox gözəl ailələrimiz var. Biz bunun dəyərini bilməliyik. Bəzi üzdən İraq verilişlərdə və deyək ki, paylaşımlarda gördüyümüz Azərbaycanlılar dırnaq içərisində Azərbaycanlılar deyil. Baxın, mən ailəmlə tez-tez muzeylərə gedirəm. Parklara gedirəm. Bu yaxınlarda çox gözəl bir park, botanika baxı, Mərkəzi Nəbatət Parkına getmişdik. İlahi, elə bir gözəlliyi var idi. Gənc ailələr, uşaqları ilə, ata-analar tutublar, işıqlı ailələr. Babası ilə, nənəsi ilə, balaları ilə o ağacdan maraqlanırlar. Muzeylərdə də bu adamlar var. Teatrlarda da bu adam. Amma bu adamları heç kim görmür. Bu adamlardan heç kim danışmır. Biz ışıqlı adamlar axtarışındayıq. Yaradıcı adamlar axtarışındayıq. Bilik öyrənən adamlar axtarışındayıq. Biz arayışda olmağı sevirik. Çünki hər birimizin yeganə bir rəqibi var, düşməni var. Ən təhlükəli o da özümüzük. İçimizdəki tənbəl, içimizdəki bizi geriyə çəkən, nəfsinin kör olan insan. O hamımızın içində var. Onunla savaşıb, onu yenməyi, onu əzməyi, onu yox eləməyi bacardığımızda elimiz, yurdumuz, törəmiz üçün yaşayan adam olacaq. Ona dəyərli adam olacaq və dəyər yaradıcı olacaq. Yəni çölçüləri biz buna səsləyirik, həmişə çölçülər olaraq və düşünürük ki, belə yaşamaq, bu yaşam biçimi tam bizə uyğundur. Türk dünyasının ilk subkulturasını yaratdınız, alt kültürünü yaratdınız çölçü olaraq və indi də törən izindəsiz. Bunlar əslində eyni yolun sadəcə elə bil ki, müxtəlif qatlarıdır. Deyək ki, çölçü birinci qatı idi, deyəlim ki. Ondan qabaq, məsələn, məndə səyyah deyə bir veriliş var idi. Orada bir arayış, istəyi var idi. Ondan öncə, məsəl üçün, bir zarafat studiyası qurmuşdum institutda oxuyanda. Bunlar bir uzun yolun müxtəlif
hissələridir. Məsəl üçün, zarafat bir dönəm idi. Zarafat indi mənlə universitetdə oxuyan uşaqlar çox yaxşı bilirlər. O bir dönəm idi. Sonra səyyahın dönəmi başladı. Səyyah gəldi, yerini çölçüyə verdi. Çölçü yerini bugün törətçiyə verir. Törətçi yerini kimə verəcək bilmirəm. Amma bu bir yoldur və bu yolun müxtəlif qatmanları da davam edir bizim yolumuz. Əlbəttə ki, hər bir xalqın, hər bir ulusun, hər bir budunun, hər bir elin bir mayası var. Bütün o varlığın bir dənə mayası var. Türk dünyasının, Turan dünyasının mayası törədir. Və bizə törə qavramını aramaq o qədər önəmlidir ki, bizim cənab prezidentin, dəyərli dövlət başçımızın and içmə törənindən dərhal sonra bizim çıxışında Türk dünyasından başqa bir ailəmiz yoxdur deyimi bizim üçün bu layihənin yolunu açdı. Və biz başa düşdük ki, Azərbaycan quruluş olaraq, dövlət olaraq artıq bu strategiyanı seçir. Və cənab prezident hər yeri gəldiyi, hər çıxışlarında Türk birliyinin önəmi ilə bağlı müxtəlif fikirlər səsləndirir, önəmli fikirlər səsləndirir və gələcəyin dizaynı ilə bağlı Türk dünyasının önəmini vurğulayır və bunun üçün biz törənin izində verilişini ortaya çıxartdıq və düşündük ki, əgər dövlətimiz Türk dünyasında bu qədər odaqlanıbsa, dövlət başçımızın bununla bağlı strategik göstərişi varsa, biz buna uyğun bir layihə iş görməliyik və bu iş də törənin izindəyik. Yəni necə, o layihənin ideyası necə gəldi? Yəni başqa Türk dünyasıyla bağlı başqa ideya da ola bilərdi. Amma törə və törənin izində olmalı. Orada məsələ oradaydı ki, biz ümumiyyətlə hər bir ulusun, hər bir deyək ki, budunun bir yol göstəriciləri var. Bunlar da bilgələrdir, aydınlardır, oxumuş, yazmış insanlardır. Yəni intellektuallardır, yəni bilik adamlarıdır. Və biz birinci Azərbaycandan başladıq, Türk dünyası fikrinə yaxın insanların düşüncələrini öyrəndik, törəyə yanaşmalarını, Türk dünyasına yanaşmalarını və ondan sonra getdik Türkiyəyə. Türkiyədə də çox dəyərli insanlarla Türk birliyi ilə bağlı onların düşüncələrini aldıq və almağa davam eləyəcəyik. Ondan sonra qardaş Qırğızstana getdik, oradan sonra Özbəkistana getdik. İndi yolumuz yenə Qazaxıstan və digər Türk dövlətlərinə gedib, ya da onları bura çağırıb. Biz bütün Türk dünyasının aydınlarını, düşüncələrini almaq istəyirik. Çünki bir uzun yola çıxanda 100 ölçüb bir biçməlisən. Əgər bizi bu Türk birliyini quracaqsa, bunu çox ağılla, çox düşüncə ilə, çox dərin düşüncə ilə qurmalıyıq. Məsələn, bir dəfə bir söz eşitmişdim, deyir ki, niyə bizim iki gözümüz var? Biri ağıl gözümüzdür, biri könül gözümüzdür. Yəni, iki tərəfli həmişə yanaşma olmalıdır. Çünki bizim duyğumuz var, duyumumuz var. Bizim ağlımız var, bizim könlümüz var. Baxın, Türk dünyasını quraq, Türk birliyini quraq, bunlar çox gürültülü sözlərdir. Amma bunun arxasında bir iradə lazımdır. Bir könül bağı olmalıdır ki, bu birlik həqiqətində qurulsun. Çünki biz bilməliyik ki, yer üzündə 8 milyarddan çox insan yaşayır və Türk dünyada bütün türkləri saysaq, 400 milyona yaxın təxmini türk var. 400-450 milyona yaxın türk var. Və 8 milyardın içərisində bizim bir-birimizdən başqa heç kimimiz yoxdur. Biz birbirimizin yanında durmalıyıq. Bugün dünyanın bu çaxnaşmalı, təlatümlü vaxtında bizim bir-birimizin yanında durmamız çox-çox önəmlidir. Bu birliyi qurmaq üçün çox götür-qoy eləməliyik. Çox düşüncə bir-birimizi duymalıyıq. Bu belə olsun deyə bilmərik. Burada böyük-kiçik yoxdur. Bəzi türk dövlətləri var ki, əhalisi çoxdur. Bəzisi var, ərazisi çoxdur. Bəzisi var, əhalisi azdır, resursları çoxdur. Yəni, bilirsiniz, buna baxmamaq lazımdır. Türk dövlətləri arasında böyüklük, kiçiklik olmamalıdır.
Bu bir birlik olmalıdır və hamının sözü hər ulusun, hər soyun, hər boyun səsi eşidilməlidir, duyulmalıdır və qəbul edilməlidir. O zaman söz birlik yaranacaq və o birlikdən dirilik doğacaq. Yoxsa mən böyüyəm, sən kiçiksən, mən böyüyəm yanaşması ilə bu qəti şəkildə olmaz. Bunun üçün törənin izində komandası həm iqtisadiyyat, həm tarix, həm etnografiya, həm deyək ki, sosiologiya, həm psixologiya, müxtəlif yöndən fəlsəfə biliciləri danışdırmağa başladı. Və biz bütün bu bilgiləri toplayırıq. Veriliş şəklində də bu yayımlanır 3 kanalımızda. Və eyni zamanda biz nə edirik? Bunu sonda bir sənətli filmə də çevirəcəyik. Bax, bu ərəfələrdə törənin izindəkilər belə düşündülər. Çünki törə anlayışını biz onlarla nə qədər orada mesela o səyahətdən, o gəzintidən biz çox şey öyrəndik. Əslində nələri bilirmişik, nələri öyrənməliyik. Çox maraqlı nüanslar var idi. Baxın, söhbətimizin əvvəlində vurğuladınız ki, çöldə olmaq, doğada olmaq sanki enerji qaynağı oldu sizə. Bəli. Bütün bu beton cəngəlliklərdən uzaqlaşıb doğada olmaq enerji qaynağı oldu. Bir də özünə dönüb Türk yurtlarında, uluslarında olanda hansı duyğular keçirdiniz? Bu çox dərin bir duyğuydu. Duyum olaraq əslində yaşayacağım duyğuları anlayırdım. Amma gedərkən ora böyük bir bütünün parçalarını və bizim əslində nə qədər böyük bir ulus olduğumuzu, yurdumuzun nə qədər böyük və rəngarəng olduğunu və əslində nə qədər böyük bir dəyərə sahib olub onun qədrini bilmədiyimizi anladı. Oradakı insanların Azərbaycana bağlılığı, Azərbaycana sevgisi, Azərbaycanın son vaxtlar məsəl üçün 2-ci Qarabağ savaşındakı bizim qazancımız, bizim qələbəmizi, onların necə dəyərləndirməsi bizim aramızda əslində görünməz nə qədər dərin və güclü bağlar olduğunu mənə anlattı. Və həqiqətən də bu yolu seçməkdə nə qədər doğru addım attığımı, bu törənin izinə düşməkdə, bax bu Türk dünyasının birgə olması üçün çalışmalar yoluna çıxmaqda əslində nə qədər düzgün bir addım attığımı bir daha qavradım. Oradakı insanlar bizi necə sevgi ilə qarşıladı, necə biz onlara məqsədimizi, gəliş məqsədimizi anlatanda, bura gəlmişik bu məsələdən ötürü, onlar necə sevinclə bizi qarşıladı, bu məni çox xoşbəxt elədi və bizim yaradıcı komandamızda, hamımızda, yaradıcı birliyimizdə bir qəribə inanc oluşdu. İnanmamız daha da gücləndi, inancımız daha da gücləndi ki, bir gün biz böyük Turan birliyində birləşəcəyik və bu Turan birliyi həm dünya düzənində bəlli bir dəngəni qoruyacaq, həm də ki, bizim ellərimiz, yurtlarımız üçün çox gözəl, qayğısız, zəngin və şən yaşamamız üçün böyük bir imkanlar yaratacaq bizə. Bu birliyə inancımız daha da gücləndi və bu birliyin gərəkliliyinin önəmini qavramağımız daha elə bir ki, artdı. Televiziyaçı olmaq, həm də rejissor olmaq, bundan başqa həm də yazıcı, publisistsiz. Yaxın günlərdə də Jurnalistlər Birliyinə üzv oldunuz. Yəni, baxın, Türk dünyası üçün elədikləriniz, rejissor kimi, aparıcı kimi, ümumiyyətlə televiziyaçı kimi, Jurnalistlər Birliyinə üzv olandan sonra hansı dəyişiklik olacaq sizin yazılarınızda? Valla, əlbəttə ki, birlikdən dirilik doğar. Jurnalistlər Birliyi çox köklü bir qurumdur və dəyərli ustad yazıcımız, jurnalistimiz Elçin Şıxlının rəhbərlik elədiyi Jurnalistlər Birliyinin üzvü olmaq bu əlbəttə ki, məni çox sevindirdi. Çünki bu artıq sənin toplumda sadəcə rejissor, televiziyaçı kimi yox, həm də bir yazı adamı kimi, fikir yaradıcısı kimi
düşüncə yaradıcısı kimi, dəyər yaradıcısı kimi artıq tanınmağın və qəbul edilməyin anlamına gəlir, həm də. Bu əlbəttə ki, 2 qat daha çox öhdəlik yaradır adamda ki, artıq sən də ki, dünənə qədər jurnalist kimi qəbul olunmurdum, onsuz da yazırdım. Amma əgər bugün jurnalist birliyinin üzvüsənsə, rejissorluqdan başqa həm də jurnalistsən və bunun məsuliyyəti, necə deyirlər, öhdəliyi və işin çətinliyi daha da artırır. Artıq sən deyək ki, bir yazını yazanda əvvəl yazırdın, indi oturub artıq daha çox eləməli, daha çox götür-qoy eləməli və daha önəm verməlisin. Bu, belə bir şey düşüncə yaradacaq. Yazılarımda daha məsuliyyətli olacam, daha çox araşdırmacı olacam, daha çox götür-qoy eləyib yazacam. Hər halda məsuliyyəti artıracaq. Çox təəssüf ki, verilişimizin sonuna yaxınlaşırıq. Son olaraq nə kimi çağırış eləmək istərdiniz bizi izləyənlərə? Valla, qonaq otağının ümumiyyətlə başda da vurğuladığım kimi çox maraqlı, dəyərli qonaqları olub. Onlardan biri olmağıma imkan verdiyiniz üçün var olasınız, sağ olasınız. Və buradan qonaq otağı izləyicilərinə nə demək istəyərdim? Azərbaycandakı dəyər yaradıcılarına, düşüncə adamlarına biraz sahib çıxmaq lazımdır. Bugün biz iki dünyada yaşayırıq, paralel dünyalarda yaşayırıq. Unutmamalıyıq ki, bir gerçək dünya var, bir də gerçək olmayan yalancı və rəqəmsal dünya var, sayısal dünya var. Harada ki, bizə o sosial şəbəkələrdə göstərilən bir dünya var. Yaxşı mı? Deyək ki, efir artıq sosial şəbəkələrdə insanlar bəzi gerçəklikləri sosial şəbəkədə gerçək olduğunu görməyə çalışırlar. Bu əslində belə deyil. Aydınların, ciddi adamların, düşüncə adamlarının paylaşımları çox az izlənilir. Bu ona görə ki, yox, onları insanlar sevmir. Yox. Ona görə ki, o sosial şəbəkələri idarə edən alqoritmlər ağır, ciddi mövzuları çox göstərməmək üzrə proqramlanıblar. Çünki sizin ağır, uzaq görən, düşüncə qavrayan adam olmağınızı istəmirlər. Niyə? Onda sizə heç nə sata bilməyəcək. Bugün hər birimizin qardropları çox doludur. Bizə bir shopping elə, alış-satış elə, bax, evə də gətirirəm, nə bilim, istəyirsən kreditə götür, deyə bizə kreditlərlə shoppingi qlobal media şirkətləri satmağa çalışır. Və bir şey unutmamalıyıq ki, o sosial şəbəkələr bizim vaxtımızı oğurlayır. Yəni, evdə oturursunuz, heç kimin üzünə baxmır. Amma sosial şəbəkələr ya oyun oynayır, ya da sosial şəbəkələrdə vərəqləmə eləyir. O vərəqləmələr həyatımızı belə atırıq, hər saniyələrini belə çöpə atırıq. O hər vərəqlədikcə həyatımızdan bir çox saniyələr çöpə gedir. Mən istəyirəm ki, bizim izləyicilər bunun fərqinə varsınlar, bunun anlasınlar, bunu düşünsünlər ən azından bunun haqqında, o vərəqləməyə son qoysun. Geçsinlər doğmaları ilə vaxt geçirsinlər. Otursunlar kitablara vaxt harcısınlar. Onlara zaman qazandıracaq, zamanlarını dəyərləndirəcək işlərə zaman harcasınlar. Kimi də anlaşdırırsan bugün iş yoxdur. İş qurmaqla bağlı milyonlarla ideya var. Amma vərəqləməkdən bizim bu işləri qurmağa vaxtımız olmur. Mən düşünürəm ki, bunlar keçicidir. Çünki bu texnoloji yenilik bir partlayışdır. Bəlli bir müddət hamımız bu onunla oyuncaq kimi oynayacağıq. Amma mən çox istəyirəm ki, Azərbaycanlılar üçün bu etap, bu mərhələ tez bitsin. Yəni biz elə görək, sonra da başa düşək və tullayaq o tərəfə, başlayaq işimizlə məşğul olmağa. Necə deyərlər, həvəsdir, bəsdir. Oynadıq, bu ekranlarla da bəsdir. Artıq oturaq, böyük Azərbaycan üçün, böyük Turan üçün hər birimiz çalışaq, vuruşaq, oxuyaq, öyrənək, özümüzü yetişdirək.
Çox sağ olun, təşəkkür eləyirəm. Bugün verilişimizə qonaq oldunuz, belə dəyərli fikirlər səsləndirdiniz. Təşəkkür eləyirəm. Var olun. Belə dəyərli izləyicilər, daha bir verilişimizin sonuna gəldik. Xatırladım ki, verilişimizin qonağı dəyər yaradıcısı, televiziyaçı Ertən Törəçi idi. Növbəti buraxılışlarda görüşmək ümidi ilə. Hələlik.